Yeri əlimdən bələdiyyə, Asif müəllim var bələdiyyə. Təzə bələdiyyə keçib o alır. 80 sotka mənə pay torpağı verir. Pay torpağımı alıb əlimdən qeyri bir insana satır. Sonra da deyirlər ki, rayonlarda, kəndlərdə adam qalmayıb. Hamı üz tutub şəhərə. Qalıb öz torpaqlarında əkib becərmirlər. Cəllabadın Buravar kənd sakini İsmailov Zabilin bir xəbərə göndərdiyi videonu izləyib, kəndlinin Bakıya üz tutmasını yəqin ki, qınamayacaqsınız. Çünki bəzi məmurlar işləyənin də əlini, qolunu necə deyərlər, bağlayır. Zabil İsmailov iddia edir ki, kənd bələdiyyəsi ona məxsus 80 sot torpağı məcburi şəkildə əlindən alıb başqa birinə satır. Əlində sənədi ola-ola öz yerindən çıxarılan vətəndaş indi kimə müraciət etməlidir? Ətraflı süjetimizi izləyək. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. İsmailova Zabir Rövşənoğlu. Mənim problemim qardaş yer məsələsidir. Yeri əlimdən bələdiyyə, Asif müəllim var bələdiyyə. Təzə bələdiyyə keçib o alır. 80 sotka mənə pay torpağı verir. Pay torpağımı alıb əlimdən qeyri bir insana satır. Həmin pay torpağı da budur. Mən özüm də Cəllabad rayonunun Buravar kənd sakiniyəm. Bizim əsaslı 80 sotka pay torpağımız sənədlə, yəni qanundan göstərir burada. Yerimiz də budur. Xahiş edirik ki, bunu bir dənə zəhmət olmasa göstərirsiniz ki, qoy bunu bütün qurumlar görsün. Asif bələdiyyə sədri keçəndən sonra yerimi tutub 80 sotkanı mənim əlimdən alır. Mənim pulum olmadan öncə getirib Tural şəxsə satıb yeri. Xahiş edirəm ki, bunu bir dənə qurumlar görsün ki, buna baxsınlar. Zəhmət olmasa bunu bir dənə göstərəsiniz. Bələdiyyə sədrinə deyib belə zəng edirəm, gəlmir. Yerdə yarı sürülüb, baxın burada. Yarı sürdürmüşəm. Yerə traktorçuna zəng eləyib sardıblar yerimdən. Xahiş edirəm bu işə baxılsın. Biz torpaqla bağlıdır da, yəni pay torpağı verilib bizə 80 sotka. Onu bələdiyyə əlimdən alır da, yəni tutub əlimizdən alır. Yəni bunu xahiş edirəm ki, bunu göstərəsiniz ki, görəsiniz ki, bələdiyyə mənə verilən pay torpağı necə ala bilər ki, əlimdən. Mənim əkin sahəmdir, 80 sotka yer əkmişəm. Yəni mənim problemim bələdiyyədir. Bələdiyyə getirir mənim torpağımı qeyri bir insana satır. Yəni problemim budur ki, yəni bunu qurumlar baxsın, görsün ki, araşdırsın da. Yəni xahiş edirəm ki, mənim pay torpağımı 80 sotkanı bu necə məndən ala bilər? Yəni problemim yer məsələsidir ancaq. 80 sotka yerimi bələdiyyə məndən alıb tutub alır.